Milli Gimnastika Arenasında keçirilən final maçında Murov Azterminal və Azərel komandaları qarşılaşıb. İlk hissədə tərəflər bərabər səviyyəli oyun nümayiş etdi. Lakin birinci finalı 3-0 üstün bitirən Boris Grebennikovun kollektivi daha dəqiq oynayaraq seti 25-20 aktivinə yazdırmağı bacarıb. Demiryolçular ikinci hissədən də qalib ayrılıb 22-25. Bu artıq komandanın çempionluğunu da rəsmiləşdirib. Sonraki setdə Murov rəqibinə cəmi 17 geym verib. Lakin dördüncü hissədə Azərel eyni hesabla üstün olub. Beləliklə ikinci finalda Murov Azterminalı 3-1 məğlub edən Azərel növbəti dəfə Azərbaycan çempionu olub. Baş məşqçi Boris Grebennikov, komandanın kapitanı Vüsal Rüstəmov, eləcə də MVP seçilən Sergey Platinenkov təəssüratlarını bölüşüblər. İlk dördlükdə yer alan komandaların hər birinin çempion olmaq imkanı var idi. Lakin biz bir kollektiv kimi birləşib bunu bacardıq. Komandamıza yüksək səviyyəli oyuncular gəlib. Finalda yaxşı performans sərgilədik. Çempion olmağa layiq idik. Çempionat çox gərgin başladı, qələbələr oldu, məğlubiyyətlər oldu. Amma demək olar ki, ikinci və üçüncü dövrə oyunlarında biz düşünürəm ki, demək olar bütün oyunlarda qələbə qazandıq və sonlara doğru yorğunluq hiss olunurdu. Yenə də qələbə və məğlubiyyətlərimiz oldu və biz tam köklənərək final oyununa qədər öz gücümüzü topladıq və finalda biz bunu bacardıq. Этот чемпионат был намного сложнее в прошлом году. Bu dəfə yüksək liqa daha çətin keçdi. 4 komandanın çempion olmaq şansı var idi. Birinci olduğumuz üçün xoşbəxtəm. Azərbaycan çempion olmaq gözəl hissdir. Sonda mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medallar və kubok təqdim olunub. Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası turnirin canlı yayımçısı kimi CBC Sportu da mükafatlandırıb.